Ləbbeyk, ya da'i Allah. Ey Allaha dəvət edən, ləbbeyk. Allaha dəvət edən Hüseyin. Biz Hüseynin qapısına girəndə Hüseyin bizi Allaha aparır. Biz ona görə o qapıya giririk. Bunun şirklə heç bir əlaqəsi yoxdur. Hüseyni təbəssüs eləməyin şirklə heç bir əlaqəsi yoxdur. Bir var min dunillah, bir var məallah, bir də var indəllah. Dunillah nədir? Allah'a qoyursan kənarıca, Allah yox, bu həll edəcək. Bu oldu şirk. Biz bunu demirik. Məzhəb bunu demir. 2. Məallah. Allah işin yarısını sən gör, yarısını bu görəcək. Biz bunu da deyirik. Bu da deyil. Biz nə deyirik? İndəllah. Ya vəcihən indəllah. Yəni Hüseyin Allah yanında. Nəinki min dunillah, nəinki məallah. Sən indəllah, Allah yanında bir vəsiləsən, bir vasitəsən. Bizdən daha çox Allaha yaxınsan. Çünki Quran deyir, əs-sabiqun və sabiqun, ulaikəl müqarrabun. Quran deyir ki, sən Allah yanında daha çox yaxınsan. Ona görə mən sən qapıya gəlmişəm, 10 gündür bu qapıdayam. Günlərdir bu qapıdayam, uşaqlıqdan bu qapıdayam. Sən Babullahsan, sən Allah qapısısan. Bu şirklə nə əlaqəsi? Allah Quran-ı Kərimdə Musa Peyğəmbərdən danışır, deyir, kənə indəllahi vəcihən. Ayədir. Deyir, Allahın yanında üzü var idi onun. Nə mənada? Üzü ağ idi yəni. Üzü ağ idi Musa. Hörmətli idi. Biz təvəssül olsa nə deyirik? Ya vəcihən indəllah. Ey Allah yanında üzü ağ. Mən günahların üzümü qaratmışam. Sən üzün ağdı Allahın huzurunda. Sən mənim əlimdən tut, çatdır mənə Allah. Bu şirkən nə əlaqəsi Allah?